Əziz müdavimlər və abituriyentlər, bu dəfə biz sizlər üçün MİQ çərçivə sənədinə yeni daxil edilmiş Qanlıdaş əfsanəsini təhlil edəcəyik. Belə ki, onlayn dərslərimizə qoşulmaq üçün əvvəlcə nömrələrimizi qeyd eləyək. 051 ilə 399 64 35 nömrələrinə WhatsApp üzərindən yazaraq onlayn dərslərimizə qoşula bilərsiniz. Eyni zamanda kanala abunə olub dəstək olursunuz və hansı növbəti əsər olaraq hansı əsərin təhlil olunmasını istəsəniz şərh bölməsindən yaza bilərsiniz. Baxaq. Qanlıdaş əfsanədir, epik növdə yazılmışdır və görək deməli burada hadisələr necə başlayır. Yer adı olaraq ilk öncə baxırıq ki, burada Şirvanın adı çəkilir. Deyir ki, yenə Şirvanın qanlı qadalı günləri başlanmışdı. Yenə deyirsə, deməli əvvəllər də olubdu, hazırda da olur. Və yağı ölkəyə hücuma keçmişdi. Yağı deyəndə düşmənləri nəzərdə tutur. Onlar yavaş-yavaş Şamaxıya yaxınlaşırdılar və onlar düşmən artıq Şamaxıya yaxınlaşırdı. Kolanı obasının ərənləri bir yerə toplaşdılar. Kolanı obasının ərənləri toplaşırlar bir yerə, Dəmirdağı özlərinə İgidbaşı təyin etdilər. Deməli, əvvəldən yox, məhz düşmən hücum eləyəndə artıq onlar Dəmirdağı özlərinə İgidbaşı təyin edirlər. Ərənlər dağlara çəkildilər. Düşmən Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Düşmənin düşərgə saldığı yer haradır? Kolanı obasından bir qədər aralıda. Qoşun neçə vaxt idi ki, yol gəlirdi, tamam əldən düşmüşdü. Bu yol gələn qoşun deməli əldən düşmüş vəziyyətdə olur, yəni yorğun bir vəziyyətdə olur. Ona görə ki, neçə vaxt idi ki, o yol gəlirdi. Düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq asan olmayacaq. Düşmən sərkərdəsi nəyi bilirdi? Şamaxı qalasını almağın o qədər də asan olmayacağını. Bir də burada əsərlərlə deməli bənzərliyi xatırladım burada. Deməli bax burada düşmən düşmən qoşunu neçə vaxt yol gəlirdi və ona görə də yorulub əldən düşmüşdü. Bir də Aldanmış Kəvakibdə biz görürük ki, Osmanlı tayfasından Bəkir Paşa Dəmirçi oğlunun sərkərdəliyi altında deməli hücum olunurdu Şah Abbas qoşununa. Şah Abbasın da deməli Sərdar Zamanxan deməli əmr etmişdi ki, yollar, körpülər dağıdılsın və belə deyək də bütün yolları, körpüləri, kəndləri dağıtmışdı ki, gələn qoşunun əlinə heç bir şey keçməsin. Və onlar gəldilər, heç bir şey tapa bilmədilər. Hətta kənar kəndlərə adam göndərirlər ki, azıqa toplasınlar, heç bir şey əldə edə bilməyib, ac susuz geriyə qayıdırlar. Bax, bu Aldanmış Kəvakibdə ac susuz geriyə qayıtmaq var idi. Bu əsərdə isə onlar uzun yol gəldiklərinə görə əldən düşmüşdülər. Bax, burada da qoşun yorulub əldən düşübdü, orada da qoşun yorulub əldən düşübdü. Lakin burada yorulub əldən düşsə də dincəlir. Düşərgə salır ki, dincəlsin, amma orada heç bir şey əlinə keçmir, hətta heç nə tapa bilmirdi, azıqə, ona görə də qayıdıb getməli olmuşdular. Deməli, düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq bir o qədər də asan olmayacaqdı. Mütləq yorğun qoşuna 3-4 gün istirahət vermək lazımdır. Bax, burada yorğun qoşuna 3-4 gün istirahət verir. Lakin orada isə Aldanmış Kəvakibdə çəkib getmişdilər. Onlar geriyə qayıtmaq məcburiyyətində qalmışdılar. Dəmirdağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən çadırlarına hücum edir. Onları dincəlməyə qoymurlar. Dəmirdağın igidləri neynədilər? Gecə düşərkən qəfildən düşmən çadırlarına hücum eləyirlər. İmkan vermirlər ki, onlar dincəlsinlər. Ona görə ki, onlar dincəlsilər, neynəyəcəkdilər? Deməli, rahat bir şəkildə hücuma keçəcəkdilər. Ona görə də bunlar onları qarşılayır. Dəmirdağın igidləri yəni öncəliklə keçir onların qarşısına və hücuma. Neçə döyüşçüləri məhv edirlər. Deməli, düşmənə zərbə vururmu? Dəmirdağın igidləri, bəli, düşmənə zərbə vururlar. Və bir də ki, bax burada Dəmirdağ igidləri ilə birlikdə düşmənin üzərinə gecə hücuma keçir. Bir də Qaytar mənim qüdrətimi Azərbaycanda var idi ki, orada biz nəyi görürdük? Görürdük ki, deməli düşmən yurda gecə girmişdi. Aha.
və yurda gecə girmək eyni zamanda harda var idi? Qazanxanda var idi. Qazanxanın deməli evinin yamalamasında düşmən yurda gecə girmişdi. Və Dəmirdağ el arasında təkcə gücü ilə deyil, bax bu Dəmirdağ nə ilə tanınırdı? Sadəcə gücü ilə tanınmır. Birincisi gücüdür, ikincisi də düzdüyü bayatlılarla da ad çıxartmışdı. Çolanı elim mənim, arxamda selim mənim. Dirikən qibləgahım, ölərkən görüm mənim. Deyir ki, çolanı elim mənim, arxamda selimdir, dirikən qibləgahımdır, ölərkən isə görümdür. Deməli, gör sözün, ölmə sözündən gör sözün bir yadda saxlayırıq, dirikən də qibləgahımdır deyir. Dəmirdağla elin ağıllı Kamalı gözəli olan sona əhd peyman bağlamışdı. Bax, bu Dəmirdağla deməli, elin ağıllı Kamalı gözəl olan sona əhd peyman bağlamışdılar. Yazın sonu, yayın əvvəlində istəklərinə qovuşacaqlar. Bax, bunlar nə zaman ailə quracaqdılar? Yazın sonunda, yayında əvvəlində. Görüş yerləri də Cüyürlü meşəsinin tən ortasında sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. Baxın, burada bunların görüş yeri konkret olaraq haradır? Görüş yerləri Cüyürlü meşəsinin ortasında sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. Aha, çapıq daşın yanı. İlk əhd peymanlarının şahidi bir çapıq daş, bir də lalələr olmuşdu. Deməli, bunların ilk dəfə əhd peyman bağladığını bir çapıq daş görmüşdüm. Bir də ki, lalələr. Bunların sevgisinin deməli 2 dənə şahidi var. Çapıq daş, bir də ki, lalələr. Aha, təmizləyək buranı və baxaq. Deyir ki, bir axşam Dəmirdağın şir ürəkli igidləri yenə düşmən düşərgəsinə qəfildən hücum etdilər. Aha, gəlin baxaq görək, bu Dəmirdağın igidləri neçə dəfə hücum eləyibdilər. Baxın, bir dəfə deməli təzəcə gəlib çatmışdılar. Onda hücum edildiklərini gördük, yeni gələndə. İkinci dəfə də deməli indi hücum etdiklərini baxın burada görürük. Deyir ki, şir ürəkli adlandırır özü. Dəmirdağın igidlərini necə adlandırır? Şir ürəkli adlandırır. Deyir ki, yenə düşmən düşərgəsinə qəfildən hücum etdilər. Orduya çaxnaşma düşdü. Çaşbaş qalan düşmən əskərləri onların qarşısında yarpaq kimi əsirdilər. Yəni qorxurlar düşmən əskərləri. Düşmən əskərlərinin qorxusunu biz görürükmü? Bəli, baxın, yarpaq kimi əsirdilər. Dəmirdağın düşməninin 2 seçmə pəhləvanını da özləri ilə aparırdılar. Bax, bu pəhləvan söhbətini biz bir də hansı əsərdə görmüşdük? Deməli, Bolu bəydə görmüşdük. Həmzənin Qıratı qaçırması qolunda Hasan Paşa Köroğlunun üzərinə getmək təklifini deyəndə Bolu bəy qəbul etmişdi və demişdi ki, pəhləvan Qəcər əlini, bir də ki, Mehtər Murtuzu mənə ver, gedim. Bolu bəydə də pəhləvan Qəcər alını deməli götürüb özü ilə aparmışdı. Bax, bu pəhləvan söhbətini biz orada görmüş oluruq. Və yenə də düşmənin 2 dənə, təmizləyək buranı, düşmənin 2 dənə seçmə pəhləvanını özü ilə aparır. Və bundan xəbər tutan düşmən sərkərdəsi hirsindən zəncir gəmirirdi. Düşmən sərkərdəsinin, bax, nə bu qədər çox əsəbləşməyinə səbəb 2 dənə pəhləvanının deməli Dəmirdağ tərəfindən aparılması olmuşdu. Şeypur çalındı, qoşun ayağa qalxdı, əmr verildi. Bütün Kolanı obasının qocasını, uşağını, qız gəlini meydana cəm edin, yəni toplayın hamısını meydana. Cəmaat meydana toplaşandan sonra sərkərdə dedi ki, əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyim. Deməli, onların hamısını yığır meydana və hədəliyir. Burada düşmənin deməli Dəmirdağın elinin obasının insanlarını, yəni Kolanı obasının daha doğrusu qocasını, uşağını, qız gəlini meydana cəm etməsi var idi mi? Onları hədələməsi var idi mi? Bəli, var idi. Deyir ki, Dəmirdağın və onun yoldaşlarının yerini deyin, yoxsa sizin hamınızı qılıncdan keçirəcəm. Hamı başını aşağı saldı, sükutu sona pozdu. Bu sükut söhbəti bir də bilirsiniz hardadır? Qızıl Gölmaydı poemasında var idi ya. Bax, orada deyirdi ki, deməli, özünlə gətirdiyin ən müthiş hədiyyə bu sükutdurmu? Deməli, Dilbəri nəzərdə tuturdu orada. Burada da sükutu sona pozur. Yəni, orada sükutu gətirən qadın var idi, Dilbər. Burada sükutu pozan qadın var idi, sona. Bunları ortaq götürə bilərik. Deyir ki, sükutu sona pozdum. İzin verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. Deyir, icazə verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. İnsanları heyrət bürüdü, insanları heyrətə gətirən nə idi burada? Yəni, düşünürdülər ki, sona Dəmirdağgilin yerini göstərəcəkdir. İnsanlar bundan heyrətə gəlirlər. Sona qoşunun qabağına düşdü, onu meşənin dərinliyinə apardı. Gəlin baxaq, görək burada sona
Aha, düşmən qoşununu hara aparır? Birincisi aparır meşənin dərinliyinə. Qız meşəyə sıldırım qayalara bələd olmayan yağını, deməli bunlar yola bələd deyirlər. Günortadan keçənə qədər orada meşənin içində dolandırdı. Yəni bunu gəzdirir ki, yəni bir növ bunları yayındırır. Dəmir dağın igidləri isə düşmən qoşununu qarabaqara izləyirdilər. Dəmir dağın igidləri, bax düşmən düşünür ki, gedir Dəmir dağın qoşununu tapsın, amma əksinə nə hadisə baş verir? Dəmir dağın igidləri düşməni izləyirlər. Yəni belə deyək, düşmən Dəmirdağgili izləmək əvəzinə Dəmirdağgil düşməni izləyirlər. Kimin sayəsində? Sonanın sayəsində. Sona onları belə deyək də yolu yanlış aparır ki, yanlış yol aparsın. Aha, deməli birinci meşənin dərinliyinə aparırlar, sonra düşmən qoşununu meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirdi. İkinci hara aparır? Meşənin qurtaracağındakı sıldırım qayanın başına. Sıldırımın ayağındakı çapıq daşı göstərib deyir: "Bax, Dəmir dağın yerini o daşdan soruşun." Və bu sözləri deyəndən sonra deməli neynir? Özünü qayadan atır. Yəni ki, düşmənlə danışdığını və onlara iki yerdə nitqini görürük. Və baxın, birincidə nə deyir? Deyir ki, icazə verin, deyir, mən qoşuna Dəmirdağ olan yer aparırım. İkincidə isə nə deyir? Deyir, Dəmirdağın yerini o daşdan soruşun. Burada Sonanın düşmənə deməli cavab verməsini iki yerdə görürük. Yağı çaşbaş qaldı, yəni mətdə qalırlar. Elə bu vaxt Dəmirdağın igidləri düşmən qoşununun hər tərəfdən zərbələr endirdilər. Deməli, düşmən qoşunlarının üzərinə Dəmir dağın igidləri iki dəfə deməli gecə keçmişdi hücuma. Bir dəfə isə hücum edir və gündüz zərbələr endirir. Gündüz deyəndə, yəni görünür ki, təbii ki, onları dağın başına nə zaman aparacaq? Günün belə deyək də aydınlıq zamanı aparacaqdı. Dağa meşəyə nabələd olan yağı təslim olur. Yəni onlar bu yerləri tanımırdılar. Dəmir dağ Sonanı axtarır, tapa bilmir. Nəhayət çapıq daşın yanında qanına qəltan olan qızı tapır. Və qızı haradan tapır? Çapıq daşın, deməli qızın cəsədinin tapıldığı yer haraydı? Aha, çapıq daşın yanında tapılır qız. Onun gül üzü solmuş, rəngi ağarmışdı. Necə bir vəziyyətdə tapır? Gül üzü solmuş, rəngi ağarmış bir vəziyyətdə. Dəmir dağ Sonanı lalələrin arasından qaldırdı. Artıq gecidir. Sona bircə dəfə kipriklərini qaldırıb gülümsədi. Aha, gəlin baxaq. Sona deməli özünü qayadan atandan sonra hələ ölməmişdi. Yəni belə deyə bilərik. Dəmir dağ onu tapanda Sona can verməmişdi. Kipriklərini qaldırıb gülümsüyür. Baxın, gülümsüyür. Yəni testlərdə verər ki, məsələn, Sona ölmüşdümü? Xeyr, ölməmişdi. Dəmir dağ onun yanına gələrkən o hələ də sağ idi. Kipriklərini qaldırır və gülümsüyür. Təmizləyək buranı. Baxaq. Dəmir dağın fəryadından dağlardan səda qopdu, lalələr titrədi, daşlar insan kimi inildədi. Sonanın qanına boyanan çapıq daş silkələndi. Çox keçmədi ki, bu igidin fəryadı bayatlara hopdu, ellərə, obalara yayıldı. Mən aşiqəm, qanlı daş, qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndi, niyə oldun qanlı daş? O gündən çapıq daş xalq arasında naçan məhəbbətin şahidi kimi qanlı daş adlanmağa başladı. Bax, burada çapıq daş əslində belə deyək, qanlı daşın birinci adı nə olmuşdu? Çapıq daş olmuşdu. Və onlar deməli o daş Sona ilə deməli Dəmir dağın məhəbbətinin şahidi idi. Yəni onun adı əvvəlcə qanlı daş olmamışdı. Sonradan bu Sonanın vəfatından sonra deməli onun adı olur qanlı daş. Deməli əsərlərlə ortaq cəhət kimi nəyi götürə bilərik? Miq çərçivə sənədinə daxil edilmiş Su həsrəti əfsanəsi ilə Qanlı daş əfsanəsinin hər ikisi epik növdə yazılmışdı. Deməli, birincisi Su həsrəti, ikincisi isə Qanlı daş. Aha, Su həsrəti və Qanlı daşın deməli ortaq cəhəti hər ikisinin epik növdə əfsanə janrında yazılmasıdır. Hər ikisində düşmən hücumunu biz görürük. Vətən mövzusu var hər ikisində. Vətənin azadlığı öz əksini tapıbdır. Aha, buradakı Sona obrazı ilə səsli qızdakı deməli Saranı biz ortaq götürə bilərik. Ona görə ki, ikisində də
qadın obrazı düşmənin qarşısında məğrur dayanır, qorxusuz dayanır. Düzdür, Sara deməli düşmənin belə deyək şərabına zəhər qatanda və onu təqdim edəndə şərabı dodağı partlayır, lakin düşmənin qarşısında onun məğrur duruşu var idi. Eyni zamanda da Sona düşmən qarşısında qorxusuz bir şəkildə durmuşdu. Cavab verir düşmənə. Hər ikisini cəsur qadın obrazı kimi götürə bilərik və düşməndən intiqam aldığını görmüş ola bilərik. Düzdür, Sara ölməmişdi. Burada Sona intihar edir, yəni ölür, özünü atır qayadan, ölür, lakin belə deyək, yenə də düşməndən intiqam almış kimi götürə bilərik hər ikisini və əfsanə necə bitir? Əfsanə belə bitir ki, burada Sonanın qanına boyanan çapıq daş silkələnir və çox keçmədi ki, bu igidin fəryadı bayatlılara hopdu. Baxın, bu bayatını da görürsünüz. Bundan sonra da çapıq daş xalq arasında naçar məhəbbətin şahidi kimi qanlı daş adlanmağa başladı. Ümidvaram ki, sizlər üçün faydalı olacaqdır.